Nə qədər insan gəlir, dəhşətə gəlirəm, dəyərli müştərilərimiz. Özünüzü zəhərləyirsiniz, öz əlinizlə övladlarınızı zəhərləyirsiniz. Baxın, İbn Sinanın dövründən açıb baxsaz, yəni bu ilk deyil, birinci deyil ki, biz çıxardırıq. Ta qədimdən, İbn Sinanın dövründən əvvələ, ta Peyğəmbərimizin sallallahu əleyhi və səlləmin dövrünə qədər dayanan təbii vasitələrlə müalicə yöntəmləri doludur. Alırsınız hazır qidalardan, hazır yeməklərdən, hazır mənşəyi bəlli olmayan tərkibinə yüzlərlə kodlaşdırmalarla, qatqılardan istifadə olunan içəcəklərdən alırsınız, verirsiniz uşaqlarınıza. Nə olsun dadı xoşdur, nə olsun dadı gözəldir. Amma halbuki onların bilsəz içinə nələr qatırlar, bilsəz nə kimi şeylər vururlar, yaxın getməzsiniz. Heç üzünə baxmazsınız, qaldı ki, alıb içmək. Özünüz öz əlinizlə uşaqlarınızı zəhərləməyin, dəyərli müştərilər. Bax, nə qədər müştərilər yaxınlaşır. B17 vitamini üçün bu çətənə toxumu yağıdır çəkirəm. B17 vitamini çatışmamazlığından vücudu məhv eləyir. O qidalar, o içkilər vücudu məhv eləyir, bədəni məhv eləyir, vitaminləri məhv eləyir, bədən orqanlarını sıradan çıxardır. Dəyərli müştərilər, bax bu B17 vitamini ilə zəngin olan çətənə toxumunun yağıdır çəkirəm. Və bundan arabir istifadə edin. İlla da xəstə olmaq lazım deyil. Xəstəliyə yoluxmamaq üçün, həmən xəstəlikdən qorunmaq üçün və yaxud da Allah uzaq eləsin varsa, bax bu B17 vitamini ilə zəngin olan çətənə toxumunun yağından istifadə edin. Təbii vasitələrdən istifadə edin. Dərman preparatlarına da artıq inam qalmayıb. Təbii vasitələrə yönəlin. İndiyə nə qədər açın, baxın, istifadə edin, öyrənin təbii vasitələrdən. Özünüzü qoruyun, ailənizi qoruyun, uşaqlarınızı qoruyun.